Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunda törətdiyi cinayət hadisələri üzrə araşdırmalar davam etdirildi. İş üzrə toplanmış sənədlər, sübutlar, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və həyata keçirdiyi təcavüzkar müharibə zamanı çəkdikləri video materiallar nümayiş olundu. Məhkəmədə nümayiş olunan növbəti video 1993-cü ilin aprelində lentə alınıb. Həmin videoda Serj Sarkisyan əraziyə gələrək Ermənistanın Azərbaycanın Xocavənd rayonu istiqamətindəki bölmələrini yoxlayır. Monte Melkonyan isə ona vəziyyət barədə məlumat verir. Söhbət zamanı Serj Sarkisyan bildirir ki, əsas məqsəd atəşi dayandırmaq deyil, daha çox hücum əməliyyatları həyata keçirib, daha çox ərazilər tutmaqdır. Videomaterialın növbəti hissəsində David İşxanyanla söhbət edir. David İşxanyan ona döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir. Ardınca isə onlar silah-sursat təminat barədə söhbət aparırlar. Bundan sonra Serj Sarkisyan digər hərbçilərlə söhbət edir. Təqsirləndirilən David İşxanyan baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhmlinin suallarına cavabda dedi ki, videomaterialın çəkilməsini və səfərin məqsədini xatırlayır. Bu, Kəlbəcər əməliyyatlarından sonra olub. Video çəkiləndə tabor komandiri olub. Onun taboruna gəlib mövqelərdəki vəziyyətlə tanış olublar. Dedi ki, onun taboru Xocavəndin Heşan, Ağdamın Gülabla kəndləri istiqamətində yerləşib. O, videodakılardan birinin sonradan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi olmuş Movses Akopyan olduğunu söylədi. Bildirdi ki, Movses Akopyan sonradan qondarma rejimin dırnaqarası müdafiə naziri olub. Qeyd etdi ki, həmin vaxt Monte Melkonyan isə dırnaqarası Xocavəndin müdafiə komandiri idi. Serj Sarkisyanın vəzifəsini bilmədiyini, həmin vaxt dırnaqarası deputat olduğunu söylədi. Əlavə etdi ki, həmin vaxt qondarma rejimin dırnaqarası müdafiə ordusunun komandiri Samvel Babayan idi. David İşxanyan videodakılardan birinin də qərargah rəisi Aramayız Karapetyan olduğunu dedi. David İşxanyan iyul-avqust aylarında Ağdam istiqamətində hərbi əməliyyatlar keçirdiklərini də etiraf etdi. Sonra Ermənistanın Azərbaycanın Laçın rayonunu işğal edən zaman çəkilmiş video nümayiş olundu. Laçının işğalı nəticəsində zərər çəkənlər məhkəməyə verdikləri ifadələrində həmin vaxt ermənilərin törətdiyi cinayət hadisələrindən danışdılar. Zərər çəkən Camal Məmmədov dedi ki, o Cicimli kəndində yaşayıb. 1989-cu il avqustun 12-sində erməni silahlıları onun atasını vurub öldürüblər. Bildirdi ki, həmin vaxt ermənilər mütəmadi olaraq Azərbaycanlılara hücum edib. Zərər çəkən Ağayeli İbrahimov isə dedi ki, 1988-ci ildən başlayaraq Laçın işğal olunanadək hücumlara məruz qalıblar. Həmin vaxtdan başlayaraq Ermənistan Azərbaycana qarşı həm də mina terroru həyata keçirib. Növbəti belə bir hadisə 1989-cu ilin noyabrın 8-də baş verib. UAZ markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 2 nəfər azərbaycanlı ağır bədən xəsarətləri alıb. Növbəti gün baş verən mina hadisəsi zamanı isə yaralananların sayı çox olub. Əsas məqsəd sakinləri qorxutmaq idi. İstəyirdilər ki, azərbaycanlılar qorxub kəndləri tərk etsinlər. Laçınlılar isə rayonu tərk etmir, evlərində yaşamaq istəyirdilər. 1992-ci ildə Xocalı soyqırımından sonra Laçına təzyiqlər artıb. Həmin ilin mayında Ermənistandan havaya qalxan 2 vertolyot postlarımıza atəş açıb. 2 nəfər yaralanıb. Bundan sonra mayın 8-dən başlayaraq hər gün Laçına atəşə tutublar. Dedi ki, həmin vaxt artıq Ermənistanda vahid komandanlıq formalaşıb. Artilleriya qurğularından müxtəlif tipli raketlərdən atəş açıblar. Daha çox iri çaplı silahlarla hücum ediblər. Mayın 15-də postda 7 nəfər şəhid olub. Mayın 18-də Laçın işğal edilib. Zərər çəkmiş dedi ki, bu müharibə zamanı ona böyük mənəvi və maddi zərər dəyib. Sonra məhkəmədə baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar və ona əlavə edilmiş tükürpədən fotomateriallar təqdim edildi. Goranboyun Ballıqaya və Gülüstan kəndlərində əhalinin qismən məhv edilməsinə dair cinayət hadisəsi üzrə toplanmış sübutlar təqdim olundu. Qeyd edildi ki, Laçın rayonu işğal edildikdən sonra Nağdalı kəndinin bir qrup sakini müvəqqəti olaraq Goranboyun Ballıqaya kəndində, Fin evlərində və alaçıqlarda məskunlaşıb. 1992-ci il avqustun 28-də gecə saat təxminən 5 radələrində Ermənistan Silahlı Qüvvələri odlu silahlarla
Ballıqayıya hücum edib. İçərisində qadın, yaşlı, körpə olmaqla azərbaycanlıları gülləbaran edib. 24 mülki şəxsi amansızlıqla qətlə yetiriblər. 9 nəfəri isə yaralayıblar. 1992-ci il sentyabrın 19-da isə Ermənistan ordusu Goranboyun Gülüstan kəndinə silahlı hücum edərək kartof yığımı ilə məşğul olan sakinlərə atəş açıb. 20 nəfər dinc sakini qətlə yetiriblər. İclasda ifadə verən zərər çəkmiş Binnət Mehdiyev dedi ki, onların yaşadığı Laçının Nağdalı kəndi Ermənistan tərəfindən işğal olunduqdan sonra Goranboyun Ballıqaya kəndinə sığınıblar. Müvəqqəti olaraq alaçıqlarda və fin evlərində yaşayıblar. Hadisə baş verən gecə 24 nəfər qətlə yetirilib. Qətlə yetirilənlər arasında onun valideynləri, 2 qardaşı, bacısı, əmisinin, xalasının və bibisinin ailələri olub. Ermənilər fin evində bir ananı 6 az yaşlı övladı ilə birgə gülləbaran ediblər. Evi yandırıblar. Qətlə yetirilib, meydi yandırılanlardan biri 6 aylıq körpə olub. Zərər çəkmiş dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda dedi ki, həmin gecə Əliyalın dinc mülki insanlara hücum edilib. Onların özlərini müdafiə etmələri üçün silahları olmayıb. Zərər çəkən Şəhla Quliyeva Ballıqaya faciəsi zamanı yaralananlardandır. Məhkəməyə ifadə verərək dedi ki, həmin gecə alaçıqlara hücum edəndə heç kimə aman verməyiblər. O da ayağından güllə yara salıb. Canını birtəhər qurtararaq yaralı vəziyyətdə meşəyə doğru qaçıb. Qaranlıq olduğundan ermənilər onu görməyib. Zərər çəkmiş dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirdi ki, həmin gecə onların alaçığında 5 qadın olub. Ermənistan ordusu onlardan 4-ünü, 2 baldızını, qaynanasını və həyat yoldaşının 110 yaşlı nənəsini qətlə yetirib. Zərər çəkmiş söylədi ki, onun yaşadığı faciə bununla bitməyib. Uzun illər məcburi köçkün şəraitində yaşayıb. Zərər çəkmiş Nəsrəddin Babayev isə Goranboyun Gülüstan kəndinə edilən hücum zamanı yaralanıb. Bildirdi ki, hadisə zamanı onu ayağından silahla yaralayıblar. Ermənistan ordusu silahsız, dinc əhaliyə hücum edib. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirdi ki, yetirilmiş xəsarətin nəticəsi olaraq güllə dəyən ayağının barmaqlarının 1/3 yoxdur. Zərər çəkən sahibə Mustafayeva isə ifadə verdi ki, 1992-ci il sentyabrın 19-da atası Kazım, babası Salman və babasının qardaşı Nərmanla birlikdə Goranboy rayonunun Gülüstan kəndinə kartof yığmağa gediblər. Geri qayıdarkən atasının idarə etdiyi avtomobili atəşə tutulub. Atası və babası öldürülüb. Sahibə Mustafayeva isə ayağından yaralanıb. Zərər çəkmiş dedi ki, hadisə baş verən zaman onun 12 yaşı olub. Zərər çəkmiş Nofəl Nuriyev də məhkəməyə bildirdi ki, o da həmin hadisə zamanı gözündən güllə, bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alıb və huşunu itirib. Ayılanda artıq xəstəxanada olub. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda dedi ki, həmin vaxt onunla birlikdə olan İsrafil İsmailov isə qətlə yetirilib. Ermənistan hərbiçiləri həmin vaxt əkin-biçin, təsərrüfatla məşğul olan dinc sakinlərə hücum edib. Zərər çəkmiş qismində ifadə verən Xaləddin Rüstəmov isə hadisə baş verən vaxt Goranboyun Aşağı Ağcakənd polis bölməsində polis nəfəri işləyib. Polis postunda xidmətdə olub. Ermənistan ordusunun Gülüstan kəndindən kartof yığımından qayıdan azərbaycanlıları atəşə tutması nəticəsində o və polis əməkdaşı Ceyhun Teyyubov xəsarət alıb. Erxan Süleymanov və Yavər Kazımov isə həlak olub. Zərər çəkmiş dedi ki, erməni hərbçiləri mütəmadi olaraq azərbaycanlıların avtomobillərini puskuya salıb atəşə tuturdu. Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.